Rəqsənə hər vaxtın xeyir olsun. Hər vaxtın xeyir olsun Çinarə. Dediyin kimi 2019-cu ildən etibarən artıq gəlir vergisi ilə bağlı tətbiq olunan güzəşt müddəti 2026-cı il yanvarın 1-də artıq başa çatacaq və bundan sonra özəl sektorda, eyni zamanda qeyri-neft qaz sektorunda çalışan şəxslərin maaşlarından, əmək haqlarından müəyyən bir məbləğ tutulacaq və ümumiyyətlə bu məbləğ hansı formada olacaq? Eyni zamanda bir məqamda vurğulayım ki, əvvəllər 2500-ə qədər maaş alanlar gəlir vergisi ödəmirdi, amma indiki məqamda onlardan da gəlir vergisi tutulacaq. Dediyin kimi faizlər hansı formada olacaq və yəni maaş alanların, əmək haqqı alanların yəni aldıqları puldan nə qədər çıxılacaq vergi və sığorta üçün daha təfərrüatlı informasiyanı qonağım iqtisadçı Emin Qəriblidən alacağıq. Xoş gördük Emin bəy. Tətbiq ediləcək bu güzəşt müddətinin başa çatmasından sonraki periodda maaş alan şəxslərin əmək haqlarından nə qədər məbləğ tutulacaq və bu insanların rifahına hansı formada təsir göstərəcək, sizdən eşidək. İlk növbədə qeyd edək ki, bildiyimiz kimi bu iqtisadiyyatın şəffaflandırılması üçün addımlar atılmışdı. Bildiyimiz kimi bu ilə qədər tam vergidən azad olunmuşdular. Amma indi də elə güzəşt demək olar. 2026-cı ildə də güzəşt var. Necədir? Mərhələ bu vergilər gəlir vergisinə söhbət gedir, artırılacaq. Belə ki, 2006-cı ildən artıq 3% tutulacaq. Yəni ki, tutam ki, 2400 və 700 manat maaş alan, onun maaşından qeyri-neft və qeyri-hökumət sektorunda çalışanlar da, o ancaq onlar dövlətdə çalışanlara aidiyyəti yoxdur və neft sektorunda işləyənlərə aidiyyəti yoxdur. Onlar belə 3% alacaqlar. 2007-ci ildən 5%, 2008-ci ildən sonra 8%. Hesab edirəm ki, ta ki 2400 alan üçün bu təxmini bir 72 manat eləyir vergi. Amma daha çox biz görürük ki, tutam ki, məsələ bir məqamı da diqqətinizə çatdırıram ki, tutam ki, 2026-cı ildə 7000 vergi alanla, tutaq ki, 2400 alan vergisi təxmini 72-75 manat olacaq. Səbəb nədir? Səbəb odur ki, yəni dövlət maksimal çalışır ki, bu qara belə buhalteriya deyirlər, iqtisadiyyatı maksimal şəffaflandırsınlar ki, sahibkarlar məhz bu güzəştdən istifadə edib vergilər ödənsin. Əks halda bildiyimiz kimi 2028-ci ildə təbii ki, buna qarşı da təbii ki, sanksiyalarda və cərimələr də olacaq. Bu səbəbdən hökumət seçib məhz o yolu ki, bəli, güzəştlər tətbiq olmaqla bu vergilər azad olunsun. Hesab edirəm ki, bəli, mərhəli bu bizi daha maraqlandırır və həssas təbəqə ki, onların maaşı nisbətən azdır və görür ki, bəli, 3%-dən 5% və 8%. Hesab edirəm ki, elə yüksək faiz deyil. Lakin mən hesab edirəm ki, bunu paraleldə müəyyən monitorinq də aparılmalıdır ki, bu vergi güzəştləri devrində və bugünkü devirdən fərqlər olacaqmı? Yəni ki, bu doğrudan mı sahibkarlar bu devir ərzində bu iqtisadiyyata şəffaflandırılması üçün addımlar atıldı və bunu da nəzərə almaq lazımdır. Təbii ki, əks halda yenə də digər yollar araşdırmaq lazımdır ki, bu şəffaflığa gətirsin. Bu isə öz növbəsində birisi çox vaxt indi narahat olurlar ki, bəli, bizə vergi, kim ki qeyri-dövlət sektoruna çalışır, bizə vergi tətbiq olunur. Xeyr, bu vergi tətbiq olunsa da bu yığılan məbləğ də növbədən yenə də büdcəyə yönələcək. Bu isə sosial təminatın ödənməsinə yönələcək. Hesab edirəm ki, dolayısıyla müəyyən artım yenə də qayıdacaq insanlara. Məsələn, sosial, hətta 7000, 8000 maaş alan indi vergi ödəmirsə, indi onun vergi tətbiq olunacaq. Bu həssas kimin ki, minimal maaş alırlar, onların büdcəyə yönələcək və onlara yardımlara gedəcək pullar. Hesab edirəm ki, bu normal haldır. Yəni ki, 8000 alanla 5000 alanla vergi alırsa, yəni ki, güzəşt naminə etmişdilər. İndi amma hardasa burada belə deyək, düzgün yanaşmadır və hesab edirəm ki, öz nəticəsini verəcək, müsbət nəticəsini verəcək. Təşəkkür edirəm. Çox sağ olun informasiyaları bizlə paylaşdığınız üçün. Dediyim kimi 2019-cu ildən etibarən gəlir vergisi ilə bağlı tətbiq olunan güzəşt müddəti 2026-cı il yanvarın 1-də başa çatır və həmin tarixdən etibarən artıq yəni maaş alan, əmək haqqı alan şəxslər müəyyən bir məbləğ gəlir vergisi ödəməli olacaqlar. Təbii ki, qeyd elədi ki, iqtisadçımız hansı istiqamətlərdə olacaq, yönələcək, yəni daha sonra sosial baxımdan da qayıdacaq, amma daha az maaş alan, günümüz çalışan insanlar üçün vəziyyət bir qədər çətin ola bilər və bu baxımdan da elə deyildiyi kimi mütəmadi olaraq monitorinqlərin aparılması zəruridir ki, həmin insanlar da yəni gündəlik tələbatlarını, aylıq tələbatlarını rahat bir şəkildə ödəyə bilsin. Çatdıra biləcəklərimiz isə bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsənə məlumatı bölüşdüyün üçün.